İnnemel mu'minûnellezîne, həqiqi müminin ilkin xüsusiyyəti budur ki, İzâ zukirallah vecilet qulubuhum, Allahın adını eşidəndə, Allah adı gələndə onların qəlbi titriyər. İkinci xüsusiyyəti, və izâ tuliyet aleyhim âyâtuhu zâdethum îmanən. Elə ki, Allahın ayələri oxundu, Allahın ayələri oxunduğu zaman onların imanları daha da artar. Zâdethum imanən. Allah'a olan inamları daha da artar. Bu müminin ikinci xüsusiyyətidir. Və alə rabbihim yetevekkelun. Onlar ancaq öz Rəblərinə təvəkkül edərlər. Sıxıntıya, dara düşəndə insanlardan yox, onların gözləntisi Allahdan olar.